Ona görə də oruc əslində elə bir ibadətdir ki, qulu Allah Taalaya yaxınlaşdırır. Bu əzəmətli itayət hansı ki, fürsət olaraq Allah Taala edib bəndələri üçün fürsət olaraq verib ki, bu itayətlə, bu ibadətlə Rəblərinə yaxınlaşsınlar. Bu ayda olan ibadətin digər növləri ilə bərabər namazla, zikirlə, Allahın kitabını oxumaqla, sədəqə ilə, ona görə əslində oruc bir mədrəsədir. İman mədrəsədir, hansı ki, müsəlman o mədrəsə ilə tərbiyələnir bu ay girəndə. Ən başlıca Allah Taalanın təqvasını əldə etmək üçün, ona yiyələnmək üçün, eləcə də digər yaxşı əməllərdən nə bacarırsa etmək üçün. Ona görə həris olmalıdır Allahın kitabını oxumağa, Allahı zikr etməyə, sədəqə verməyə, qohumluq əlaqələri saxlamağa, insanlara əziyyət verməməyə, gözəl əxlaqa yiyələnməyə. Bu səbəbdən Peyğəmbər s.ə.v vurğulayıb ki, oruc heç də təkcə yeməyi, içməyi tərk etmək deyil. Ona görə tövsiyə edib ki, oruclu olanda qoruyasan orucu. İzə kənə yevmu səvmi əhədikum fələ yərfus və lə yəsxab. Sizdən biriniz oruc olduğu halda nə pis əməl etsin, nə pis söz danışsın, nə qışqırıb səs-küy salsın. Fə insəbəhu əhəd əv qatələhu fəliyəqul inni saim. Əgər kimsə oyunu ilə vuruşmaq istəsə, onu söymək istəsə desin ki, mən orucam.